Parabokt bank olmayan kredi təşkilatı rəsmi internet səhifəsindəki maliyyə hesabatları bölməsini uzun müddətdir yeniləməyərək cari dövriyyə məlumatlarını ictimaiyyətdən gizlətməklə davam edir. Bir xəbər media 32 günaza isnadən xəbər verir ki, kredi təşkilatının onlayn platformasında investorlar və müştərilər üçün yalnız 2022, 23 və 24-cü illərə aid köhnə sənədlər saxlanılır. Yeni dövrlərə aid heç bir rəsmi audit göstəricisi isə yerləşdirilmir. Qeyd edək ki, para brendinin əsası ilk dəfə 91-ci ildə Milli Məclisin deputatı, Azərbaycan Korporasiya Universitetinin rektoru və Azər İttifaqın sədri Professor Eldar Quliyev tərəfindən Parabank Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə qoyulmuşdu. Qeyd edək ki, təşkilatın səhmləri hazırda vahid bir şəxsə məxsus olmayıb, əsasən deputat Eldar Quliyevin ailə üzvləri və Səfərovlar soyadı ilə digər tərəfdaşlar arasında bölüşdürülüb. Şirkətin nizamnama kapitalındakı ən böyük paylar birbaşa təsisçi Eldar Quliyev və Alavita Quliyevaya məxsusdur. Səhmdarların yerdə qalan hissəsini isə Əşrəf Səfərov, Faiq Səfərov, Tamila Hacıyeva, həmçinin təsisçinin oğulları Elnur və Vəli Quliyevlər təşkil edir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin tələblərinə əsasən deputatların sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olması birbaşa qadağandır. Buna rəğmən bir millət vəkilinin parlamentdəki mandatından əlavə 3 fərqli rəhbər vəzifə tutması və maliyyə kredit sektorunda aktiv biznes şəbəkəsinə sahib olması qanunun aliliyi prinsipləri ilə aşkar ziddiyyət təşkil edir.